Mən hələ heç siftəni eləməmişdim. Bu nədir belə bu? Sabahınız xeyir olsun. Deməli, keçən gün tanışımda bir dənə ətir görmüşdüm. Qoxusu o qədər sərin, gözəl idi ki, tam mənim sevdiyim qoxulardı. Soruşdum ki, hardan almışam? Mən dedim ki, İdə parfümdən almışam. Gəlin birlikdə gedək. İçəridə parfüm çoxdur, amma mən sırf bu kolleksiya üçün gəlmişəm. Mənim tanışımdakı buydu. Bunun qoxusunu bilirəm onsuz da. Çox qəşəngdir. Gəlmişkən elə digərlərini də sınayım. Baxın görün nətərdir. Ha, bu meyvə qoxusu da elə bil ki, biraz tünd gəldi mənə. Gəlmir, bax. Bir qadın olaraq parfüm mağazasına gəlmişəmsə, bütün hamısına baxmalıyam. Bu daha unisex kimidir amma. Bütün hamısı sınıyandan sonra elə ilk gəldiyim ən favorim oldu. Belə bilirsiniz necədir qoxusu? Belə çiçəksi, vanilyamsı, amma biraz da karamel notaları var deyə elə bir düşünürəm ki, payıza çox olurdu. Mən özümkini götürüm. Özümə bir şey alanda o qədər sevinirəm. Aldım, çıxdım, içəridə tam kullana bilmədim. Qoxusu o qədər. Mən hələ heç siftəni eləməmişdim. Bu nə idi belə bu?